İnsan ancaq İslam dini üzərində sabit qalmaqla və şeytanlardan üz çevirməklə uğur qazana bilər. Bu insanlardan olan şeytanlardır, yoxsa cinlərdəndir? Nədir cavab? İnsanlardan və cinlərdən olan şeytanlardır. Məsələn, insanlardan olan şeytanlar sənin yanına gəlib bir batil səni bəzəyə bilər. Məsələn, o deyə bilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm İslam dinini gətirdi. Sonra insanlar İslam dinini böldülər. Buna görə də müsəlman olan hər kəs doğru yoldadır. Bu kəlam doğrudur, yoxsa batil? Batildir. Peyğəmbər sallallahu aleyhi və səlləm özü demişdir. Mənim ümmətim 73 firqəyə bölünəcək. İslam haqdır. Lakin hər bir insanların çağırdıqları İslam doğru deyil. Əksinə, həqiqi İslam ancaq Peyğəmbərin sallallahu aleyhi və səlləmin üzərində olduğu İslamdır. Beləliklə, Peyğəmbərin sallallahu aleyhi və səlləmin gətirdiyi İslamdan olmayan bir İslam doğru deyil. Bunu deyən şəxs bunu qeyd etdiyi dəlillərlə bəzəyə bilər və bu, insanlardan olan şeytanlardan biridir. Bəzən sizə cinlərdən olan şeytanlar gəlir. Onunla harda qarşılaşırsınız? Yuxularda. Bəzi insanlar yuxularda şeytanları görürlər. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm bu barədə bizə məlumat verdikdə, bunun şeytanların insanları manipulyasiya etməsindən qaynaqlandığını qeyd etdi. Bəziləri yuxuda görür ki, körpüdədir, yaxud dağın zirvəsindədir, yanında nur var. Sonra şeytanlar ona bəzi şərli əməlləri bəzəyir. Sonra şeytani yuxular üzündən bu əməllərə düşürlər. Bu, axır zamandakı nəsillər arasında geniş yayılmışdı. Onların bir yuxu gördüklərini, sonra bu yuxunun ardınca getdiklərini və onun haqq olduğunu düşündüklərini və sonra da bu yuxunun onları böyük bir məhvə apardığını görürsünüz. Buna görə də insana vacibdir ki, insanlardan olan şeytanlardan və cinlərdən olan şeytanlardan çəkinsin. İnsanlardan olan şeytanlar haqqı və onun əhlini bilməklə dəf edilir. Hər bir danışığını bəzəyən kəs həqiqəti danışmır. Əksinə, həqiqət etibarlı elm əhlindən gələn bir sözdür. Məhz bu doğrudur. Onlar əsla gizli qalmazlar. Uca Allah Muhammədi sallallahu aleyhi və səlləmi göndərərkən ona peyğəmbərliyini göstərən əlamətlər verib. Uca Allah Muhammədi sallallahu aleyhi və səlləmi göndərərkən ona peyğəmbərliyini göstərən əlamətlər verib. İnsanlar bu insanın doğru danışdığını və haqlı olduğunu bilmişdilər. Varisləri isə alimlərdir. Mümkün deyil ki, Allah alimləri insanlardan gizlətsin. Onların onlara işarə edən əlamətləri var. Buna görə də Muaz bin Cəbəl demişdi, həqiqətin üzərində bir nur vardı. Yəni, həqiqət axtarandan gizli deyil. O, Allahın hidayət verməsi ilə bunun haqq, bunun nur, bunun bəsirət üzərində etibarlı ilm əhlindən olduğunu fərqləndirir. O, bu insanın harada böyüdüyünü, harada təhsil aldığını bilir. O, bu insanın haqq üzərində olduğunu bilir. Sonra isə bir video klipdə adını belə bilmədiyi bir nəfərin həmən şəxs haqqında danışdığını görür. O deyir, Allaha and olsun ki, bu şeyxin bilmədiyimiz bir şey dediyini eşitdim. Yaxşı, bu şeyxi tanıyırsınız. Onun fətvalarında və bildiklərində etibarlı olduğunu bilirsinizmi? Bu, şeytanın insanların dinini manipulyasiya etməsindən əvvəl gəlir. İnsan dinini buna məruz qoymamalı. Əksinə, insan şeytanların ardınca düşməmək üçün biliklərini etibarlı elm əhlindən almalıdır. Eyni ilə, əgər o bəzi yuxular görərsə, bu yuxulara aldanmamalı və bilməlidir ki, həqiqi ibadət kitab və sünnədən gələn dəlillərlə olur.
yuxularla deyil. Məsələn, əgər o yuxusunda bir surət görərsə və bunun peyğəmbərin surəti olduğu deyilsə və ondan bir hədis eşitsə, məsələn, axır zamanda insanların ən xeyirlisi 5 deyil, 6 namaz qılandır. Bu şəxs iddiasına görə bir hədis eşitmiş olur. 6-cı namaz əlavə edir və belə deyir: Mən Peyğəmbəri sallallahu aleyhi və səlləmi yuxuda gördüm və o bu hədisi dedi. Bu hərəkət düzgündür, yoxsa səhvdir? Əlbəttə ki, səhvdir. Şeytanların insanları manipulyasiya etməsidir. Buna görə də Şeyx Həmud Ət-Tuvecinin, Allah ona rəhmət etsin, Yuxular kitabı adlanan kitabının sonunda yuxular üzündən azmış insanlar barədə yazmışdır. Bu gün də mövcuddur. Bir çox insanın yuxular üzündən səhv yola düşdüyü aşkar edilir. Bu, hədisin təsdiqidir ki, orada bütün yollarda özünə doğru çağıran bir şeytan vardı. Ya insan, ya cinlərdən olan şeytan. Buna görə də insan dinini körlamasınlar deyə özünü insanlardan olan şeytanlardan və cinlərdən olan şeytanlardan qorumalıdır. İnsanları manipulyasiya edən cinlər haqqında maraqlı hekayələr arasında İbn Teymiyənin qeyd etdiyi bir hekayə var ki, bir kişi davamlı öz şeyxinin yanında olur və ondan elm alırdı. Sonra isə onun yanına getmədi. Buna görə də şeyx insanlardan onun xəstə olub olmadığını soruşdu və ona onun yaxşı olduğu deyildi. Evinə gedib ondan yoxluğunun səbəbini soruşdu. O dedi: Cənnətə çatmaq üçün sənin yanına tez-tez gedib gəlirdim. Artıq ora çatmışam. Şeyx soruşdu: Ora necə çatdın? Tələbə dedi: Axşam düşəndə bir mələk yanıma gəldi və məni cənnətə apardı və mən gecəni orada keçirtdim. Səhər düşəndə isə qayıdıram. Tələbə dedi: Axşam düşəndə bir mələk yanıma gəlir və məni cənnətə aparır və mən gecəni orada keçirirəm. Səhər düşəndə isə qayıdıram. Şeyx dedi: Onda səninlə gedəcəyəm. Mələk onların yanına gələndə tələbə ona dedi: Bu şeyx də mənimlə birlikdə gedəcək. Beləliklə tələbə və şeyx cənnətə getdilər. Ağacları, çayları və quşları seyr etdikləri bir yerdə oturdular və qayıtmaq vaxtı gələnə qədər orada söhbət etdilər. Sübh açılmamış mələk onların yanına gəlib dedi: Geri qayıdaq. Şeyx dedi: Xeyr, geri qayıtmayacaq. Artıq cənnətə çatmışam. Sənin kimi hər gecə gerimi qayıdım. Cənnətdə oturacağam. Mələk qəzəbləndi. Bir şey deyə bilmədi və getdi. Sübh açılanda özlərini Bağdadın zibilxanasında tapdılar. Şeyx tələbəni təpiklədi və dedi: Bu, səninlə oynayan bir şeytan idi. Görün şeytanın hiyləgərliyi nə qədər böyükdür. O sənə cənnətdən bir görüntüsünü göstərir və səni həqiqətdən azdırır. İbn Teymiyyə özü sultanlardan biri tərəfindən həbs ediləndə insanlar onun həbsxanadan qaçdığını, filan kənddə olduğunu və xalqla oturub onlara dərs verdiyini deyirlər. Bu xəbər sultana çatdı və o bəzi əskərlərin İbn Teymiyyəni azad etməklə ona xəyanət etdiyindən qorxutdu. Ona görə də onu çağırıb bu barədə soruşdu. İbn Teymiyyə dedi: Mən çıxmamışam. Sultan dedi: Amma insanlar deyirlər ki, sən filan yerdə onların yanına gəlib onlara dərs vermisən. İbn Teymiyyə dedi: Bəlkə də dərslərimə qatılan mənim surətimi götürüb cəmaatın arasına oturan bir cin olub. Sultan təəccübləndi və dedi: Niyə mələk olduğunu demirsən? O dedi: Mələklər yalan danışmazlar. İlmin qazandırdığı bəsirətə fikir verin. İmkanı var idi ki, sultanın yanında məqam qazansın. O deyə bilərdi ki, bəli, doğrudan da bu
mənim tələbələrimdən olan mələklərdən biridir. Lakin bu haqq əhlidir. Onlar dinlə oyun oynamırlar. Buna görə də İbn Teymiyyə dedi: "Xeyr, mələklər yalan danışmazlar. Şeytanın hiyləgərliyinin miqyasına baxın. Buna görə də sonrakı nəsillər arasında insanı ən çox yoldan çıxaran amillərdən biri olan cinlərdən olan şeytanlardan ehtiyat edilməlidir."